əsas usuldur. Əsas usuldur. Görsən, özün də bilirsən, özün də xəbərin var ki, vaxtı ikən Suriyada insanların qanlarının tökülməsinə fətva verənlərə qarşı mübarizə aparan sənin bu gün böhtan atdığın sələfilərdir ki, yenə də onlar öz yerlərində möhkəm dururlar, yenə də mübarizələr aparırlar. Vurduğun o kanaldır, hansı ki Ramazan ayında, ayın əvvəlindən ayın sonuna qədər orada insanlara tövhid, sünnət, ədəb, əxlaq, dövlətə xidmət, başçıya hörmət, onun üçün dua eləməyə dəvət edirlər. Sən narahat olmusan ki, orada kanalları var və yayılıblar hər yerdə. Niyə narahat olmusan? Yəni orada bir dənə problem gətirib göstərə bilərsənmi? O saytda, o kanalda, o radioda nəsə bir müxalifət var. Bir dənə gətirə bilməzsən. Sənə meydan oxuyuruq vallahi. Gətirə bilməzsən bir dənə şey. Ancaq iddialar eləyə bilərsən. Böhtanlar ata bilərsən. Dediyimiz kimi onlar da günəşə çatmayacaq. Sələflər aydındır. Sələflərdə heç bir xəyanət yoxdur. Yenə altın cizə qeyd edilir ki, söhbət gedir sələfilərdən. Hər özünə sələfi deyib, Quran məxluqdur, sələfi deyil. Quran məxluqdur deyən sələfi deyil. Hər özünə sələfi deyib, insanlara dindən danışıb, biraz bəlkə boşa düşən kimi ölkəsini tərk edib, ölkəsinə qarşı çıxıb, başçıya qarşı insanları çıxardan sələfi deyil. Bunlar sələfi deyil.